Sosial.gov 2025 Beynəlxalq Konfransı sosial xidmətlərin gələcək inkişafı, yeni idarəetmə yanaşmaları və beynəlxalq təcrübənin paylaşılması baxımından mühüm platform olacaq. Bunu süni intellekt, insan və transformasiya üçün mövzusunda oktyabrın 24-də baş tutacaq konfransla bağlı Dost Agentliyində keçirilən mətbuat konfransında agentliyin idarə heyətinin sədri Fərid Məmmədov dedi. O qeyd etdi ki, konfransın keçirilməsində məqsəd yerli və beynəlxalq ekspertləri bir araya gətirməklə sosial xidmətlər sahəsində sürətli inkişaf perspektivlərinin qiymətləndirilməsi, innovativ yanaşmaların, süni intellekt alətlərinin və müasir texnologiyaların tətbiq edilməsi ilə gələcək inkişaf yollarının müəyyənləşdirilməsidir. Fərid Məmmədov vurğuladı ki, konfransda dünyanın 20-yə yaxın ölkəsindən nümayəndələr iştirak edəcəklər. Tədbir vətəndaşların sosial müdafiəsində dayanıqlılıq və innovativlik mövzularını gündəmə gətirəcək. Ekspertlər rəqəmsal dövlət və süni intellektlə transformasiya, sosial xidmətlərdə süni intellekt və sosial inklüzivlik, həmçinin əmək bazarının gələcəyi, bacarıqların inkişafı və rəqəmsal sahibkarlıq mövzularında müzakirələr aparacaqlar. Bu konfransda yeni Soc.gov, yəni Sosial.gov brendinin təqdimatını edəcəyik. Artıq təqdimatdan da bilindi ki, bu brend artıq Dostun yeni bir layihəsinə çevrilir və bu layihə çərçivəsində biz ilk tədbirimizi beynəlxalq səviyyədə keçirdirik. Ekspert səviyyəsində bizim tədbirimiz Soc.gov 2025 süni intellekt, insan və transformasiya üçün adlı konferans formasında həyata keçirilir. Beynəlxalq konfransda 10 ölkə rəsmi səviyyədə təmsil olunacaq. Dost Agentliyinin brendinə çevriləcək Sosial.gov tədbirləri 5 il müddətini əhatə edəcək. Növbəti illər ərzində tədbirlərin səviyyəsi və əhatəliliyinin genişləndirilməsi hədəflənib. Sosial.gov 2026-da regionda ilk dəfə sosial sahədə mükafatlandırma tədbiri olacaq. Həm Azərbaycan, həm də digər ölkələrdən təqdim olunan layihələrin qiymətləndirilməsi aparılacaq. Sosial müdafiə, məşğulluq sahəsində həyata keçirilən layihələrin qiymətləndirilməsindən sonra mükafatlandırma mərasimi olacaq. Bizdə 5 illik plan var. Birinci plan bu bizim açılış ilimizdir və bu süni intellektin inkişafına dair yönəlmiş bir forumdur. Sosial sahədə 2026-cı ildə biz bunu daha da böyüdüb və bir mükafat qisminə çıxartmaq istərdik. 2027-2028-ci ildə bu bir Türk dilli summit, qlobal bir summitə çevriləcək və beynəlxalq konferans, qlobal sahədə beynəlxalq bir konferans olacaq. Ümumilikdə birinci milli platformaya çevrilməsi hədəflənən Sosial.gov ekspert, idarəetmə və inzibatçılıq səviyyəsində imkanlar yaradaraq təcrübə və fikir mübadiləsi üçün əlverişli layihə hesab edilir. İlk konfransda vətəndaşlara xidmət sahəsində Dost Agentliyi ilə yanaşı digər dövlət qurumları və təşkilatlar da aktiv iştirak edəcək.